Dediyimiz kimi müəllimlər, diqqətiniz məndə olsun. Mövzumuz yenə də vurğulayıram, iş üsulları, iş formaları, bir də oyunlardır. Yəqin ki, təmiz mövzunu mənimsəmisiniz, çünki izahda vermişəm ən son bütün xırda məqamlarına qədər, situasiyalara qədər bol-bol izahlar vermişəm. İndi həm sual cavab edəcəm, həm də özüm atar məqamları deyəcəm. Birinci olaraq, unutmayın bunu, bizim iş üsullarımızdan demək istəyirəm. İş üsulları deyəndə, iş üsulları, iş formaları, belə deyim, bayaq da vurğuladım. Əgər uşağın meyl marağı nəzərə alınırsa, uşaq yönümlülük didaktik prinsipidir. Yəni uşağın meylinə, marağına, potensialına uyğun iş üsulunu, iş formasını seçirsənsə, məsələn, bu uşağın iş forması təkmə oturanda rahat olur, yoxsa cütmə oturanda rahat işləyirlər uşaqlar. Yəni diferensial mı yanaşırsan sən uşaqlara? Artıq burada sən uşaqların meyl, maraq, onların tələbatına uyğun, onlara diferensial yanaşaraq dəqiqləşdirirsənsə, uşaq yönümlülüyüdür. Yəni cütlərlə mi daha yaxşı cavab verirlər, kollektivdə mi daha yaxşı iştirak edirlər? Ona uyğun seçirik də biz iş üsulunu, iş formamızı. Görürüm hansı effektlidir və kurikulumun tələbidir. Meyl, maraq varsa, uşaq yönümlülüyüdür. Əgər yox, hansı ki artıq burada meyl, maraq yox, dövrün tələbi varsa, yəni dövrün tələbi yazılmasın. İş üsulu, iş forması, oyunlar varsa, aid olacaq iş üsulu, iş forması metodu olsun, iş üsulu, iş forması olsun, aid olacaq tələb yönümlülüyü. Amma meyl, maraq varsa, ona uyğun seçirsənsə, uşaq yönümlülüyüdür. Bu yadınızda qalsın. Sonra iş üsulu olsun həmçinin. Uşaq hansı tutaq ki, iş üsulunda daha yaxşı öyrənir. Ondan istifadə edəcəm. Məsələn, mən bilirəm ki, mənim uşaqlarım tapmacanı daha çox sevir. Daha çox ondan istifadə edirəm. Neynədim? Meyl marağına uyğun seçdim. Və ya o olmasın başqa bir şey. Deyə bilərəm ki, mənim uşaqlarım söz assosiasiyasında daha yaxşı iştirak edirlər və yaxud da ki, şaxələndirmədə daha çox maraq göstərirlər. Nəyə meyli, nəyə marağı varsa daha çox ondan istifadə edirəm. Həmişə, hər yerdə, hər zaman uşağın idrak fəallığı, uşağın potensialı, uşağın nəyə ehtiyac olduğu nəzərə alınmalıdır. Uşağın nəyə ehtiyacı var? Mən nəyi öyrədəcəm uşağa? Yəni, daha doğrusu mən nəyə öyrədəcəm mövqeyində yox, uşaq nəyi öyrənəcək mövqeyində olmalıyıq. Bax, bu yadınızda qalsın. Mən nəyi öyrədəcəm yox. Bugün, yəni mən deməli deyirəm ki, bugün mən nəyi öyrədəcəm yox. Uşaq bugün nə öyrənəcək? Bax, bu açar sözcük ki, imtahanda düşə bilər. Uşaq nə öyrənəcək mövqeyində olmalıdır müəllim. Mərkəzdə uşaq olmalıdır, müəllim yox. Burada da müəllim ona uyğun iş üsulunu, iş formasını seçir. Ona görə də müxtəlifdir. Mövzuya uyğun sən dəqiqləşdirə bilirsən. Hansı ki var orada. Vurğulamışdım sizə. Tapmacadır, əqli hücumdur, istifadə olunur motivasiyada. Bax, yadınızda qalsın. Sonra test işlədəndə sizə deməyin ki, mən bunu eşitməmişəm. Motivasiyada istifadə olunur ən çox tapmaca və əqli hücum. Amma nağıl etmə də istifadə oluna bilər. Nağıl etmədən də mən istifadə edə bilirəm. Bir sözlə, bunları istifadə etmək müəllimin yaradıcılığından asılıdır. Məsələn, tapmacanı olsun, digərini rahat istifadə edə bilirəm mən. Əqli hücumu. Amma digərlərini də mən biraz daha da yaradıcı olsam, istifadə edə bilərəm. Yəni, vəziyyətə uyğunda. Məsələn, söz assosiasiyası istifadə olunur aktuallaşdırmada. Yazarsınız bir yerə. Söz assosiasiyası aktuallaşdırmadadır. Müzakirə dərk etmədədir. Müzakirədə uşaqlar müzakirə edə dərk edirlər. Başa düşdünüz? Yəni, bu yadınızda qalsın. Sonra deyə bilərəm sizə, hansı ki biz nə dedik? Fəal təlim interaktiv təlimdir. İnteqrativ yox ha. İnteraktiv, inteqrasiya yox. Q varsa səhvdir. İnteraktiv. Başa düşdünüz? İnteraktiv kurikulumun tələbidir. Yenilikdir, innovasiya ilə bura aid yeniliklər, təşəbbüslər, maraq. Fəal təlimdə həmişə əməkdaşlıq olur. Ön planda nə olur? Əməkdaşlıq, birgəlik olur. Orada siz oxusanda özünüz də görəcəksiniz ki, əməkdaşlıq, birgəlik elə məhz oradadır. Nə deyir? Deyir ki, orada fəaliyyət deyir, fəal təlim, interaktiv təlimdir sözündə. Deyir, fəaliyyət tərbiyəçi müəllim və uşaq arasında qarşılıqlı əlaqəyə dayanır. Yəni, tərbiyəçi və uşaq arasında ünsiyyətə, əməkdaşlığa əsaslanır. Yəni, əməkdaşlıq olmasa deyir, fəaliyyət olmaz. Fəal təlimdə də əsas işdə, fəaliyyətdə də əsas işdə həmişə əməkdaşlıqdır. Ön planda olmalıdır. Fəal təlimin xüsusiyyətləri, yəni əlamətləri nələrdir? Biz bilirik də. Uşaqlar bütün iş formalarından istifadə edə bilirlər. Artıq vaxt
vaxtında istifadə edə bilirlər. Sonra bütün məşğələlərdə fəal ola bilirlər, müstəqil olurlar, yaradıcı olurlar, bildiklərindən yaradıcı tətbiq edə bilirlər. Müəllim bütün uşaqlara fərdi yanaşır, bütün tapşırıqları müəllim təfəkkürün inkişafına yönəldir. Uşaqlarda fəal öyrənmə mövqeyi formalaşır. Uşaqlarda eyni zamanda qarşılıqlı əməkdaşlıq formalaşır. Müəllim uşaqlara motivasiya verir, stimul verir, stimullaşdırıcı bir vəziyyət yaradır. Stimul nədir? Həvəs vermək deməkdir. Bu da motivasiyada aiddir, ümumiyyətlə motivasiyada yox. Müəllim fəal təlimdə hər zaman uşaqlara stimul verməlidir ki, o zaman fəal təlim fəal olur. Sonra uşaqlar fəal tədqiqatçı kimi çıxış edir. Yəni artıq özləri tədqiqat işi aparırlar, özləri axtarırlar, özləri araşdırırlar. Sonra nə deyir? Təlimi zamanı problemin qoyulması idrak fəallığının yaranması üçün vacibdir. Yəni nə deməkdir bu? Adətən biz təlim fəaliyyəti zamanı problemi qoyuruq, istiqamət veririk, uşaq onu tapır. Nə üçün mən bunu qoyuram? İdrak fəallıqları qoy, özləri axtarsınlar, özləri araşdırsınlar. Biz gələcəkdə nəzəriyyələri keçəndə siz çox gözəl şəkildə görəcəksiniz ki, adətən orada hər nəzəriyyəçi fərqli bir fikir irəli sürüb. İndi biz hal-hazırda scaffolding, Vygotsky nəzəriyyəsi ilə təlim keçirik. Eyni zamanda Vygotsky-ni də nəzərdə saxlayırıq. Lazım olur Piaget-dən də istifadə edirik, Montessori-dən də istifadə edirik. Bunlar hər bir bağçalarda sınanır. Hansı effektlidirsə, təbii ki də nəticələri də bəlli olur. Bacardığımız qədər uşağa hər şeyi hazır verməməliyik, amma həmişə də uşağın yanında olmalıyıq. Uşaq nə isə öyrənir, amma tam öyrənmir. Özü axtarır, özü araşdırıb davamını özü gətirir. Hər şeyi müəllim hazır verirsə, o düzgün deyil. Bax, bunu ya unutmayın. Müəllim hər şeyi hazır verirsə, bu tamamilə səhvdir. Hazır verməməlidir. Uşaq özü axtarmalıdır. Yəni imtahanda düşəndə deməyin ki, hə, hazır verir də daha da yaxşı. Xeyr, özü axtarmalıdır. Müəllim sadəcə istiqamət verir. Onda scaffolding olur, onda fasilitator olur. Sonra da, yəni yenə də deyirəm, hansı ki mən demişəm, iş formaları, iş üsullarından iş formaları bilirsiniz də, fərdi yarım qruplarla kollektiv 1-3 yaşa aiddir. 3-6 yaşa da demişdim ki, fərdi cütlərlə, qruplarla kollektiv aiddir. Hansı ki yarım qrup bir dənə aşağı yaş qrupundadır. Yarım qrup, fərdi kollektiv. Yəni qruplara bölmür də, yarım qrupa. Bir dənə qrup deyil, 15 uşaq. 15 uşağı 2 yerə, yarım yerə bölür. Məsələn, tutaq ki 16 uşaqdır, 8-i bu tərəfdə, 8-i bir yerə, 15 dənə uşaqdır, tutaq ki 7-si bu tərəfdə, 6-sı bu tərəfdə. Yəni misal üçün, burada artıq nə edirik biz? Və yaxud da ki 7-si bu tərəfdə, 8-i bu tərəfdə. Ümumi olaraq vəziyyətə uyğun bölürük də, 2 yerə bölürük bunu. Yəni digər qrup kimi 4-5 qrupa bölmürük, 2-3 qrupa bölmürük. Bu yadınızda qalsın. Və bunu da unutmayın. Orada açar sözlərini də yazmışam. Cütlərlə iş formasını təkrarlamağıma ehtiyac yoxdur. Həmçinin qruplarlanın, kollektivin olsun. Bütün açar sözlərini yazmışam sizə. İndi suallar verdikcə də təbii ki də soruşacağam. Və həmçinin iş üsullarını qeyd eləmişəm sizə. 1-3 yaşa aiddir, yadınızda qalsın. Hərəkətli, didaktik, sujetli rollu oyunlar. Sujetli rollu oyunlar 1-3 yaşında uşaq vəziyyətə öz gözü ilə baxır. Elə bilir ki, özü həkimdir. Özü yəni empatiya yoxdur, empatiya 0. Necə ki görürsüz də 4 yadınızdadır. 4.3 standartında 1-2 yaşda heç empatiya yox idi. 4.3 standartı 1-2 yaşda yox idi. Sosial emosionalın hörmət dözüm tolerantlığı 1-2 yaşda yox idi. Mənim dediyimi kim necə qəşəng öyrənibsə, onların xatırlayacaq, onlar biləcəklər. Həmişə də demişəm, bütün mövzular da bir-biri ilə əlaqəlidir. Və bizim oyunlar mövzumuz birbaşa aid olaraq aid idi sosial emosionala. Bu yadınızda qalsın. Nəsə, bu iş üsullarının, iş formalarını dedim. 1-3 yaşa hərəkətli oyun, didaktik oyun, sujetli rollu oyun, 3-6 yaşa əqli hücum, tapmaca, nağıl etmə, şaxələndirmə, problemli vəziyyət, oyun, sual, söz assosiasiyası. Bunlar təbii ki də daxildir. Sonra əqli hücum biz nə dedik? Dedik ki, əqli hücumun ikinci adı beyin həmləsidir. Beyin həmləsi. İkinci adı beyin həmləsidir. Yadınızda qalsın. İmtahana beyin həmləsi kimdə düşə bilər? Bilin ki, əqli hücumda motivasiyada istifadə olunur. Beyin həmləsi yenə də motivasiyadadır. Yəni eyni addır da, sadəcə adı dəyişilir. Və əqli hücum bütün məşğələlərdə müsbət cəhəti budur ki, bütün məşğələlərdə mən onu istifadə edə bilərəm. Bunu yazarsınız bir yerə. Yəni altından da xətt çəkmişəm ha. Bütün məşğələlərdə yazmışam ki, istifadə etmək olar. Həmçinin əqli hücumda nədir? İdeya toplanır. Uşaqların fikri müxtəlifliyi nəzərə alır. Birgə səyin nəticəsi var burada. Yəni ya mütləq fikir müxtəlifliyi, ya ideyaların toplanılması rahatlıqla yazılacaq. Yəni məsələn, müzakirə ilə onun fərqi odur ki, müzakirədə mövzu ətrafında təhlil, təklifdir, elə düşür imtahana. Əqli hücumda amma deyir ki, ideyalar toplamaq. Yəni imtahana düşəndə necə
Müəllimə səsiniz gəlmir. Biz sizi dinləyə bilmirik. Hə, bizdə də Ola bilər, yəqin internet saat şey oldu. olar. Yəni Bəli. kartlardan əlavə. Eşidirsiniz? Aha, səsdə qırılma oldu. Mənim bu dediklərimin hamısı, bəli, müəyyən qismi var, PDF-in içərisində var. Amma əlavə olaraq da özüm də deyirəm ki, həmişə də ona görə deyirəm də, göndərdiyim kaydlar dinlənilsin. Çünki orada elə məqamları mən qeyd edirəm ki, PDF-də olmur, amma onlar situasiya kimi imtahana düşür. Ona görə də mənim dediklərimi yazın bir yerə. Yadınızda olsun. Sonra bunu da deyim sizə. Bunu da vurğulayım sizə ki, burada nə dedim? Aha, Nurcan Nəsibova, müəllimə, buradasınızmı? Ayda xanım, sabahınız Aha. xeyir. Sabahınız xeyir. İndi sizə bir-iki sual verəcəm. Ondan qabaq bir dənə bunu yekunlaşdırım. Dediyim kimi əqli hücumu dediyim ki, yenə də deyirəm, fikir müxtəlifliyi nəzərə alınırsa əqli hücumdur. Əqli hücumun açar sözü də budur ki, məsələn, mən deyirəm ki, uşaqlar, bunu necə eləsək, bunu belə eləsək necə olar? Kimin fikri var? Hərə bir fikir deyir, elə deyil. Həmin anda demirəm ki, yox, sən səhv deyirsən və ya sən səhv dedin. Xeyr. Deyirsəm ki, Ayşə de, Emil sən dedi, Sənubər sən dedi, Yasin sən dedi. Hər kəs dedi, toplayıram, sonra ümumiləşdirirəm onu. Bax, bu əqli hücumun açar sözüdür. Yəni, həmin anda uşağa demirəm ki, sən səhv dedin, amma müzakirədə elə deyil. Müzakirədə arqument aparıram. Yəni, müzakirə ilə əqli hücumu qarışdıran var, ikisində də ideya sözü var deyə. Müzakirədə ideya mövzu ətrafında da təhlil təklifdir. Əqli hücumda isə birgə səy nəticəsində bir problemin bir neçə həllinin işlənib hazırlanmasıdır. Və müəllim hamını dinləyir, ideyaları uşaqlar toplayır, vəziyyət stimullaşır. Neynir müəllim əqli hücum zamanı? Uşaqlara fikirlərini sərbəst ifadə etmə imkanı verir. Və yenə də deyirəm, açar söz fikir müxtəlifliyinin zəruriliyini başa düşmək üçün şərait yaradır. Sonra deyinir təbii ki də, məşğələlərdə olsun, problemli situasiya, fikir müxtəlifliyi yaratmaq, həlli yollarını tapmaqdan istifadə edir. Uşaqların fəallığının artırılmasına, onlar tərəfindən ideyaların irəli sürülməsinə imkan yaradılır. Yenə də deyirəm, onların idrak fəallığı da artırır və müəllim həmin anda uşağa demir ki, sən səhv dedin. Hər kəsin fikrini dinləyir. Əgər desə ki, müəllim yarıda uşağın fikrinin səhv olduğunu bildirirsə, bu əqli hücum deyil. Əqli hücumda hamı dinlənilir, ümumi sonda qiymət verilir. Başa düşdünüz? Çünki bu dəqiqə mən desəm ki, Ayşə səndir, deyəcəm ki, Ayşə sən səhv dedin. Artıq Yasin deyəcək ki, bir də mən də səhv deyərəm, deməyim ya da cavab verməyim. Uşağı həvəsdən salıram, stimullaşdırma pozulur. Amma müzakirədə elə deyil. Çünki mən müzakirə edəndə arqument gətirirəm, əsas gətirirəm. Həmin anda da səhv olub olmadığı deyilməlidir. Amma əqli hücumda elə deyil. Sonra tapmaca yenə də deyirəm, idrak fəallığı yaradır. Əqli hücumla tapmaca dedim, motivasiyadır. Əqli hücumun ikinci adı dedim ki, beyin həmləsidir, bütün məşğələlərdə istifadə olunur, tapmaca həmçinin motivasiyada istifadə olunur, lövhəyə kart asılır, açar söz deyilir, uşaqlara tərəf açılır, həmçinin kart olmayan tərəfi uşağın, uşaqlara şəklin arxasında gizlənilmiş anlayışın xüsusiyyətlərinə aid bir neçə dənə nümunə deyilir, şəkli asıram, deyirəm uşaqlar belə gəzir. Məsələn, heç nə demirəm, məsələn, yay fəslinə aid bir şəkli asıram divardan, üzünü çevirirəm divar tərəfə, uşaqlar görmür o şəkli. Yanına da şəkli qoyuram özümə, qırağına düzürəm belə. Yanına qoyuram ki, yay paltarı, çimərlik, nə bilim, ildə 4 dəfədən bir təkrarlanır. Nə də artıq uşaqlar deyəcək ki, yay fəsli, həm çimərliyə gedirik, həm qol-qısa geyinirik və yaxud da olmasın, hansısa bir heyvan olsun. Bax, bayaq məsələn, dovşana nümunə gətirdim də sizə. Yəni, həmin heyvana aiddir. Dovşandır, yanına kök qoyuram, yanına başqa bir ona aid kələm qoyuram və yaxud da ki, sürətli qaçmağı ilə bağlı bir nəsə yapışdırıram və ya onu sözlə də deyə bilərəm, şəkillə və ya sözlə ya da şəkillə, amma yazı ilə bağçaya aid deyil. Yazı uşaq məktəbə aiddir. Yəni, yazılı şəkildə yazmaq. Neynədim artıq? Uşaq artıq onları yada salır, tapır, tapmacadır da, bu birbaşa artıq məhfumu tapır, gizlənilmiş. Sonra da yenə də deyirəm sizə, həmçinin sonradan uşaqlar hansı ki anlayışı tapmaqda çətinlik çəksələr, yeni xüsusiyyətlər sadalana bilər. Elə bil ki, məsələn, 3 dənə xüsusiyyət sadaladım, bilmədi bu uşaq. Bir dənə də xüsusiyyət tapıb deyirəm. Görəm yenə də demədi elə, bir dənədir. Axır qoy uşaq tapsın. Eybi yoxdur, sən de, cavabı uşaq tapsın. Hazır vermə cavabı.
Nağıl etmə həmçinin nəql etmə də gedir. Yadınızda qalsın. Bunu mən motivasiyada da istifadə edə bilərəm. Hansı ki 3-5 dəqiqə motivasiyamda bir yüngül bir nağıldan bir kiçik bir epizod danışa bilərəm. Amma mövzuya uyğun olaraq dəyişir. Və amma nağıl etmə iş üsulu olaraq təbii ki 10-15 dəqiqə ərzində aparılır. Ümumi olaraq mövzu zənginləşir. Hansı ki uşağı mövzu ilə bağlı müəyyən biliklərə sahib olur. Məqsədi, vəzifəsini dəqiq etmək lazımdır. Ardıcıllığı düzgün qurmalıyam. İntonasiyadan düzgün istifadə etməliyəm. Daha çox belə maraqlı jest mimikalardan istifadə etməliyəm. Əyaniliyi mütləq olmalıdır. Sujetli şəkillər olmalıdır demişdim sizə. Texniki vəsaitlər olmalıdır. Həmçinin verbal uşaqlara suallar verməlisən. Uşaqların üz ifadələrinə baxmalısan. Həmin anda qorxan uşaq ola bilər. Sən onu nəzərə almalısan. Yəni uşaqların üzünə baxa-baxa və nağıl ortasında da suallardan istifadə etmək olar. Müzakirəndə nə dedim? Mövzu ətrafında ideyadır, təəssüratdır, təhlildir, təklifdir. Müzakirədə yenə də deyirəm, hansısa bir problemi həll edərək həll yolu axtarılır, qərar qəbul etmək üçün uşaqlarda imkan yaranır. Uşaqların kommunikativ bacarıqları inkişaf edir. Kommunikativ nədir? Nitq bacarıqları inkişaf edir. Yenə də həmçinin sual və replikalarla uşaqlar müzakirələrə qoşulurlar və ən əsası sizə desək ki, müzakirədə qapalı suallardan istifadə etmək olarmı? Birbaşa deyəcəksiniz, xeyr. Bəs desə açıq suallar olarmı? Bəli, müzakirənin əsası açıq suallardan keçir. Qapalı sual uşağın nitqini inkişaf etdirmir. Müzakirə həm də uşağın nitqini inkişaf etdirir. Unutmayın. Həm nitqini inkişaf etdirir, həm dərk etmə mərhələmizdə istifadə olunur. Həm də ki, qapalı sual uşaqda konkret cavabı rahat tapırdı uşaq, amma açıq sualda nitq lazımdır, fikir lazımdır, cümlələri analiz eləmək lazımdır. Ona görə də müzakirə zamanı açıq yox, qapalı yox, açıq suallardan istifadə etmək lazımdır. Məsələn, uşaqlar, bayrağımızın neçə rəngi var? Bu qapalı sualdır. Qapalı sualda istifadə oluna bilir yerində. Amma müzakirə iş üsulunda sırf biz daha çox açıq suallara üstünlük verməliyik. Məsələn, sən bu obrazın yerində olsaydın nə edərdin? Məsələn, bu hadisə olmasaydı, belə olsaydı, səncə ardı necə olardı? Açıq sual. Yəni, məsələn, nağıl danışıram qırmızı papağın, deyirəm ki, uşaqlar, qırmızı papağın əlində nə var idi? Qoğal. Onu ona kim verdi? Anası. Bu qapalı sualdır. Cavabı var çünki. Başa düşürsünüz, konkret cavabı var. Başqa cavab vermirsən. Amma mən desəm ki, qırmızı papaq o yoldan yox, başqa yoldan geçsəydi görəsən necə olardı? Artıq uşaq danışmayacaq ki, artıq uşaq o fikrini irəli sürəcək. Və ya onu demirəm. Deyirəm ki, bayrağımızın neçə rəngi var? Deyir 3. Yəni dəqiqdir də bu görürsünüz, birbaşa 3 qapalı sualdır. Çünki cavabı var. Amma bir də deyirəm ki, uşaqlar, siz bizim Azərbaycanımızı nəyə görə sevirsiniz? Azərbaycan nəyə görə çox sevilir? Neynirəm? Artıq uşaq öz təsəvvürünü, təxəyyülünü işə salır, öz fikirlərini irəli salır. Bu artıq olur müzakirənin əsası. Müzakirə bir böyük qrupda 4-5 yaşda, bir də 5-6 yaşda istifadə olunur. Bu yadınızda qalsın. Belə, yəni o yaşdakı uşaqlar da açıq müzakirəyə qoşulurlar da. Həmçinin şaxələndirmə iş üsulu var. Şaxələndirmə nədir? Ağacdır. Şaxələndirmə klasterdir. Məktəbə hazırlıq qrupuna aiddir. Unutmayın. Şəkillə aparılır bağçada. Şəkillə, yəni yazı ilə aparılmır. Uşaq yazmağı bacarmır. Şəkilləri yapışdırırsan. Ola bilər ki, nə deyir? Tutaq ki, bir dairə çəkirsən lövhədə və ya iş vərəqinin ortasında. Məsələn, mərkəzə bir şəkil yapışdırırsan. Yapışdırırsan ki, yay fəsli. Tutaq ki, bu artıq tapmaca deyil ha. Mərkəzə bunu yapışdırırsan, bu görür uşaqlar bunu. Artıq uşaqlar yay fəslinə aid fikirlərini irəli sürürlər, sadalayırlar. Hə deyir, yayda çimərliyə gedirəm, xətt çəkirəm. Həmin oradan deyirəm, hə çimərliyə aid şəkil yapışdırıram. Sonra digər uşaq deyir ki, yayda qısa qol paltarlar geyinirik. Hə, yayda qısa qol. Hərə bir söz deyir də, yay haqqında hərə bir dənə söz deyir və ya 2 dənə söz deyir. Artıq nə elədim? Topladım, böyük bir ağac yarandı. Xətt çəkirəm, bəli bu. Bu artıq nə oldu? Bu şaxələndirmə, tapmaca, əşrin məhfumu gizlədirsən. Amma klasterdə məhfum gizlənilmir, müəllimlər onu onunla qarışdırmayın qətiyyən. Problemli vəziyyət dedikdə yadınızda qalsın. Dediyim kimi, hansı ki 4-5 dənə qruplara bölünür, problemlə bağlı fikirlər irəli sürülür, ola bilər istənilən bir problemli şəkli qoy uşağın qarşısına və artıq öz tapşırıqlarını yerinə yetirdikdən sonra artıq mövzu üzrə ümumi müzakirə aparılır. Oyunlar var, həmçinin subyektiv rol oyunları. Şaxələndirmə də 4-5 yaşda olur müəllimə. Yox, məktəbə hazırlıqda. Klaster məktəbə hazırlıqda. Bəli. Problemli vəziyyətdə 4-5 nəfərlik qruplardır. Bu yadınızda qalsın, unutmayın bunu. Yəni problemli vəziyyət və müzakirə üçün suallar hazırlanır, uşaqlara vərəqlər paylanılır, müzakirə edirlər. Sonra isə öz işlərini bitirdikdən sonra ümumi müzakirə aparırlar. Oyunlar var həmçinin. Oyunlar ümumidir. Hansı ki oyunlar bizim tətbiq etmə mərhələmizdə istifadə olunur oyun kimi.
Tətbiq etmədə. Və bu da yadınızda qalsın. Bir var sujetli rollu oyun, bir də var rollu oyun. Rollu oyun oyunun içərisindədir. Yəni sujetli rollu oyun aşağı yaş qrupudur. Ola bilər ki, yuxarıya da düşə bilər. Yəni ümumi olaraq sadəcə fərqi odur ki, orada düşsə, burada düşsə, sujetli rollu oyunun fərqi odur ki, 1-3 yaşında uşaq başqasının gözü ilə baxır, başqasının pəncərəsindən baxır, daha doğrusu öz gözü ilə baxır, vəziyyətə özü yanaşır, öz başa düşdüyü formadan. Amma 3-6 yaşında yox, bilir ki, başqasının roluna girib, empatiya yaranır. Yəni bunlar əsaslı faktorlardır. İzahda da yer alıb. Suallar var. Təbii ki də suallar idrak fəallığının artırılmasında rol oynayır. Bunların hamısı yadınızda qalsın. 4-5 dənə olmalıdır, mövzu ilə bağlı olmalıdır, tənqidi təfəkkürə yönəlməlidir, məntiqi ardıcıllıq gözlənilməlidir. Mövzu ilə də dediyim kimi əlaqəli olmalıdır. Söz assosiasiyasında bayaq dedim. Hansısa bir mövzunu öyrənilməmişdən qabaq söz assosiasiyası həm də aktuallaşdırmaya aid idi dedim, yəni təkrara və yenə deyirəm, həmin mövzu haqqında nə bildiklərini, mövzunu mənimsədikdən sonra yeni nə öyrəndiklərini aydınlaşdırmaq üçün istifadə olunur. Həmçinin həmin o ilk məsələn sözü deyir, onun haqqında nə eşidirsə deyir. Yəni bunu gedib şaxələndirmə ilə qarışdırmayın. Şaxələndirmə ağacdır, yadınızda qalsın. Şaxələndirmə dairə çəkilir mərkəzə, sonra ona uyğun yapışdırılır. Amma söz assosiasiyası o deyil, xatırlatma xarakteri daşıyır. Məsələn, mən deyirəm ki, uşaqlar, tutaq ki, mövzumuz, məsələn, deyirəm ki, vəhşi heyvanlardır. Uşaqlar artıq vəhşi heyvanlar haqqında nə bilir? Meşədə yaşayır, biridir məsələn ayı, biridir başqa bir heyvanlar. Nədir artıq? Bu ilk öncə nəyi bildi bu uşaqlar? Sonra mövzunu izah edirəm, sonra yenə də soruşuram. Nəyi öyrəndiniz? Bu artıq söz assosiasiyasıdır. Uşağa nə edir? Müqayisəli qiymətləndirməyə imkan yaradır. Uşağın öz inkişaf dinamikasını dərk etməyinə imkan yaradır. Belə, sonra bir də sonda qeyd yazmışam. Müəllimə, Mənim üzr istəyirəm. Bir Buyurun. dənə sual vermək. Müəllimə, o bayrağımız haqqında deyirsiniz, sual vermək, açıq sual, qapalı sual. Mən məşğələ keçəndə bayrağı göstərib soruşuram ki, bayrağımızın neçə rəngləri? Bu düzdür yoxsa səhvdir? Düzdür müəllimə, o düz deyir. Mən müzakirə zamanı, müzakirə bililikdə nitqi inkişaf etdirir. O düzdür, onu soruşmalısan. Sən onu çıxaq bilməlidir. Sadəcə müzakirə zamanı dərk etmədə biraz da açıq suallara daha çox üstünlük verməliyik. Yəni bu müzakirənin xüsusiyyətidir ki, qapalıdan uzaq qal da biraz. Yəni qapalını oxuya bilir. Başa düşdüm. Biraz açığa yönəl ki, qoy nitqi inkişaf eləsin, sözlər yaratsın, o sözü çox istifadə eləsin dilində. Məsələn, qısa net cavabı verib oturacaq. Amma sən onlar ikinci cümləni götürə bilmirsən. Artıq açıq sual verəndə nəyə görə, niyə, səbəb, artıq o qədər belə onun idrak fəallığını işə salırsan ki, nitqi də açılır, söz bazası da açılır. O düzgündür, orası öz yerində. Amma açıq suallar müzakirədə daha açıq olmalıdır. Bəs o bayrağın rənglərinin mənasını soruşmaq. O yenə də qapalı sualdır. Çünki Qapalı orada sual. artıq hamı tərəfindən bilinən bir şeydir. Uşaq özündən nəsə əlavə eləyə bilmir axı. Amma məsələn Azərbaycanı niyə sevirsən? Artıq burada öz fikirləridir. Heç bir yerdən onu şablon ifadə kimi götürməyib. Başa düşdünüz? Öz fikirləri Başa işlədir orada. Ay Başa sağ ol. düşdüm. Aha. Sağ ol. Əla. Bir dənə sual verə bilərəm. Bəli. Müəllimə, mən bu şaxələndirmə ilə tapmazdan bir də fərqini zəhmət olmasa izah eləyə bilərdiniz. Mən tam anlayamadım. Aha, yaxşı. Gözləyin bir dənə mənə. Bircə dəqiqə zəhmət olmasa, mən burada bir dənə ekranı açım, sizə onu canlı göstərim. Gözləyin bircə dəqiqə. İndi mən ekranı açıram. Baxın görüm, sizdə görünürmü? İndi ekranı açacağım. Görün. Kimdə görünməsə yuxarıdan aşağı çoxlu sürüşdürsün. Yenə də vurğulayıram. Yuxarıdan aşağı çoxlu sürüşdürərsiniz ekranı. Görünürmü? Qara ekran. Görünür mən. Yuxarıdan aşağı Bəli, çoxlu. görünür. Bəli, müəllim. Görünür müəllimə. Əla. İndi baxaq. Baxın. Mən indi deyəcəm sizə birinci tapmacanı. Birinci tapmacanı deyirəm. Baxın müəllimə, tapmaca deyəndə tutaq ki, şəkildir. Dovşanın şəklidir. Bu şəkli, bax bu şəkli, bu dovşanın şəklidir. Bu şəkil görünmür. Bax görünmür. Görürsüz, görünmür. Üzü o yana divara asılıb. Uşaq görmür. Uşaqların qabağına bir ki divara çevirirsən də üzünü, uşaq görmür bunu. Məsələn, həmin o şəklin yanına mən kələm qoyuram. Tutaq ki, kələm. Yanına yer kökü qoyuram. Yer kökü qoyuram. Ay uşaqlar, bu hansı heyvandır ki, o həm kələm yeyir, həm yer kökü yeyir, həm də tutaq ki, sürətli qaçır. Uşaqlar artıq deyir ki, hə, birinci deyirəm ki, kələm yeyir, yer kökü yeri tapır. Tapa bilmirlər. Tutaq ki, sonra deyirəm ki, həm də sürətli qaçır. Tapa bilmir elə, sonra deyirəm ki, 2 dişi var.
iki dişi qabağa çıxır. Artıq deyir, uşaqlar deyir dovşan və mən həmin o şəkli çevirirəm uşaqlara tərəf, uşaqlar onu görürlər. Başa düşdünüz? Gizlədirəm, xüsusiyyətlərini sadalayıram, sonra çevirirəm ki, hə, siz baxın düz dediniz. Cavab nə imiş? Bəli, çevirirəm, deyirəm dovşan imiş. Bu tapmacadır. Aydın oldu müəllimə? Aydın oldu, Bəli, sual müəllimə, verirəm. aydındır. Bəli, çox Aha. sağ olun müəllimə. Sağ olun. İndi klasteri deyəcəm, onu dinləyək. Klaster Yaxşı. nədir bilirsiniz? Tutaq ki, baxın. Burada nəyisə mən gizlətmirəm. Bax, klasterdə gizlənmə yoxdur. O, bir dənə tapmacadadır gizlətmə. Baxaq, baxın. Tutaq ki, yapışdırıram divarın mərkəzinə heyvanlar. Heyvanlar. Ümumi mövzumuz heyvanlardır. Uşaqlara deyirəm ki, uşaqlar, heyvanlardır mövzumuz. Kim nə deyə bilər heyvanlar haqqında? Biri deyir ki, müəllimə, heyvanlar, vəhşi heyvanlar var. Neynirəm? Vəhşi, bura gətirirəm, vəhşi heyvanları yapışdırıram. Amma gizlətmə yoxdur, görür hamı. Vəhşi heyvanları gətirirəm, vəhşi. Sonra uşaqlardan biri deyir ki, müəllimə, ev heyvanları var. Hə, uşaqlar, ev heyvanları var. Ev heyvanları. Gördünüz, yapışdırdım bura. Sonra deyir ki, müəllimə, ayı vəhşi heyvandır. Ayı, məsələn, vəhşi heyvandır demədi, daha doğrusu burada yox, burada yox. Mən eləyəcəm onu, bax burada. Tutaq ki, ayı. Ayı. Şaxələndirdim. Buradan ayı çıxdı. Sonra həmçinin ev heyvanları. Müəllimə, ev heyvanı inək. İnək. Aid olur inəyə. Sonra və yaxud da ki, ümumi olaraq meşədə yaşayırlar vəhşi heyvanlar. Hə, meşədə. Neynədim? Hələ bir söz deyir. Deyir ki, necə deyim, yəni qidalandıqları olsun. Belə, sonra belə, bir-biri ilə əlaqəli böyüyür. Nə qədər mövzu ilə bağlı fikir irəli sürüsü bir o qədər yaxşıdır. Ona aid mən sizə şəkil ataram internetdən tapıb. Aydın oldu təxmini? Nə demək istədiyim? Gizlətmə yoxdur. Elə ki, mövzunu genişləndirirsən də, hərə bir söz deyir, mövzu genişlənir. Tapmaca ilə onun fərqi budur. Aydın oldu? Bəli, aydındır. Çox sağ olun müəllimə. Sağ olun müəllimə. İndi Samira müəllimə, hələ ki bir 2 dəqiqədə gözləyin, digər mövzu haqqında da qısa məlumat verim, sonra siz danışacaqsınız. Nə sualınız olsa mənə deyəcəksiniz, mən izah edəcəm və yaxud da ki, sual cavab edəcəyik. Belə. Həmçinin oyunları dedim mən sizə. Oyunlar yadınızda qalsın. Mən orada PDF-i elə yazmışam ki, siz orada qarışdıra bilmərsiniz. Yəni bəzi PDF-lər kimi indi görmüsünüz də PDF-lər görürsüz, rəngarəng yazırlar, qarışıq. Mən ağ-qaradan istifadə edirəm ki, ardıcıllığı da elə qururam ki, o beyninizdə sxemə elə necə var elə yerləşdirilsin. Mən şəxsən elə sevirəm. Yəni bir-birinə ardıcıl yazılsın ki, o mənim tam beynimdə həkk olunsun. Məndə də göz yaddaşı var axı. Yadıma düşür ki, bunun ardıca bu gəlirdi. Elə formada yazmışam ki, yəni gözünüzü də yormur, həmçinin ardıcıllıq da düzgün qurmuşam, oyuna qarışdırmamışam, sırayla yazmışam hamısını. Orada həmçinin yenə də deyirəm. Bəli, səliqəli yazmışam. Əsas da müəllimlər onu çox dilə gətirirlər. Çox səliqəlidir deyir. Normalda başqa PDF oxuyanda deyirlər öz PDF-inizə atın, başqa PDF-dən deyir oxudum, heç nə anlamadım. Yəni bacardığım qədər o səliqəyə fikir verirəm ki, o öyrənəndə ardıcıllığı tapa biləsiniz də, qarışdırmıram sözü sözə. Baxın, birinci oyun haqqında məlumat vermişəm. Sonra oyunlar neçə yerə bölünür. Sonra həmçinin bölünənlər. Buyurun. Bağışlayın. Yəni, bizim iş yoldaşlarımızdan digər müəllimlərə, yəni qruplara qoşulanlar var. Onların müəllimələrinin sözlərinə görə, təlimçilərinin. Deyirlər ki, yəni smarta yəni bir o qədər üstünlük verməyin. İmtahanda yəni düşünməyək. Yəni bu düzgün fikir deyil, elə müəllimə. Yox, düzgün fikir deyil. Ümumiyyətlə, bəli, smart düşür. Həm də ki, smart bizim nədir planlama texnikamızdır. Həm də məntiqlə düşünün. Niyə deyirlər ki, önəm verməyin? Smartı izah eləmək elə rahatdır. Vallahi rahat deyil. Özünüz gördünüz də, smart balaca bir qayda olsa da görün mən onu izah edəndə nə qədər əziyyət çəkdim. Düz 2 saata qədər mənim vaxtım gedib. Qaydlarda yəqin baxmısınız da. O qədər geniş izah eləmişəm. O qədər situasiya gətirmişəm. Ay sağ olun. Mən smartı bilməsəm, mən planı necə qura bilərəm? Bəs mənim planım olmur axı. Mən onda nəticə yönümlü müəllim olmuram. Hər şey qırağa. Heç imtahana düşməsin. Smartı bilməyən müəllim öz işini düzgün qura bilməz. Onu yalan deyir. O smart nədir ki, onu öyrədə bilməsin? O öyrədə bilmirlər. Ona görə deyirlər ki, ehtiyac yoxdur. Onu izah eləmək lazımdır. Onu qarşı tərəfə dərk elətdirmək lazımdır. Çoxu yenə də deyirəm ha, 30-35 bal toplayırlar miqdən. Gedirlər təlimçilik eləyirlər. Təbii ki, bu dəqiqə onlar üzərində iş gedir. İzah da eləyə bilmirlər. Deyirlər o lazım deyil, bu lazım deyil. O lazım deyil, bu lazım deyil. Vallahi ona görə toplaya bilmir o müəllimlər o balları.
Çünki mövzuların çoxunu ehtiyac yoxdur deyib keçmirlər. Müəllimlərin də çox rahatlığına düşkündür, üzr istəyirəm ifadəmə görə. Deyir, hə, mənim təlimçim deyir ki, ehtiyac yoxdur, alt standartı öyrənməyim, ehtiyac yoxdur, fəaliyyəti öyrənməyim. O sizə düşməsə, lazım olmazsa sizin kurikulumunuzda onu sizə yazmaz. Həm də ki, smart tək bağça yox, elə məktəbdə də ümumiyyətlə bütün işlərimizdə planlama texnikası gedir. Yəni sizə əlbəttə ki, imtahana o düşəcək. Düşməsə belə, tutaq ki, hər yazılanı onsuz da imtahana salmırlar ki, düşməsə belə bir müəllim olaraq siz onu bilməlisiniz ki, o smart nədir? Onu hər bir müəllim bilməlidir. Bilməyən planını düzgün qurmur. Nəticə yönümlülüyü pozulur. Smart yəni nə idi? Xüsusi seçməliyəm. Hamısı mənim işimlə bağlıdır da. İşimlə bağlı olmayan bir şey mən necə öyrənməməliyəm? Məntiqsiz daxı bu biraz. Bu lap alt standartlara oxşadı. Müəllimlərdən biri mənə demişdi diaqnostikadan qabaq müəllimə, ödənişsiz təlimimdə müəllimə mənə təzə qoşulmuşdu. Əvvəlki təlimçim demişdi ki, alt standartı öyrənmək cahillikdir. Sözə baxın siz, alt standartı öyrənmək cahillikdir. İndi sizə sual verirəm. Alt standartı öyrənməsəydiniz, bu dəqiqə rahat mövzuları mənimsəyə bilərdinizmi? Açığın deyim. Elə bir Xeyr, alt standartları müəllimə, öyrənməsəydiniz. Da müəllimə. Yəni bax heç nə yox. Deyəcəkdim ki, sizə götürülür. Ayso, deyəcəkdim ki, sizə oyunlar hara aiddir bilməyəcəksiniz. Amma mən keçmişəm axı sizə. Oyunlar sosial emosionalda aid olun. Heç nə yox. Məşğələmizin yerini bilməyəcəkdik. Situasiyaları, amma indi alt standart haqqında müəyyən təsəvvürə maliksiz deyə. Rahat hələ bu nədir ki? Bundan sonraki mən mövzuları keçəndə deyəcəksiniz ki, hamısı elə alt standartdan gəlir ki, mən alt standartı bilməsəydim, bu dəqiqə mövzunu bilməyəcəkdim. Məntiqi riyaziyyəni də rahat qavrayacaqsınız. Siz çox rahat mənimsəyəcəksiniz. Deməyim nədir ki, o alt standart haqqında o qədər müzakirə getdi. Ən belə YouTube üzərindən videolar paylaşan təlimçilər də dedi, ehtiyac yoxdur, ehtiyac yoxdur. İndi həmin təlimçilər videolar paylaşır ki, alt standartı öyrənin. Çünki sizin çərçivənizə düşdü. Amma mən bunu 2 il bundan qabaq, bütün öz müəllimlərimi həmişə keçmişəm də, ödənişli. Ödənişsizlərdə də demişəm, öyrənin. Çoxu özünü yormayıb. Yəni deməyim odur ki, fəaliyyət də, alt standart da, smart da, bunlar hamısı bir-birinin daxilində olan bir şeydir. Bizə sadəcə hələ bağçanın, belə deyim də, sistemi tam formalaşmayıbdır deyə. Yəni bağça proqramı tam yoxdur da, bilirsiniz, nə vahid bir mövzu bizə kitabı verməyiblər, nə təlimlər aşırı dərəcədə keçirilməyib, 5 gün, 7 gün təlimlər keçirilib ya yox. Yəni aşırı dərəcədə hələ tam sistemləşdirməyib ki, görən bu bağça müəllimlərindən nəyə keçək biz? Görürsünüz, əksər vaxtı gedib məktəb kurikulumunu salırlar bağça müəllimlərinin imtahanına. Mən görmüşəm də. Ona görə də məktəb kurikulumundan da mən bəzi məqamlar var ki, bağça ilə sıx əlaqəsi olan. Onları da keçirəm ki, onlar düşəndə qarışdırmayasınız. Çünki neçə illərdir məktəb üzrə sertifikasiya gedir, məktəb üzrə MİQ gedir. Bağçanın MİQ-i təzədir. Ona görə də məktəb kurikulumunu, bağça kurikulumunu qarışdırılır. Çalışaq ki, onu da öyrənək. Amma smart məktəbə aid deyil. Elə məktəbə də aiddir, daha doğrusu, bağçaya da aiddir. Sadəcə məktəbə aiddir deyə bir şey yoxdur. Onu deyirlərsə müəllimə, bilin ki, siz həmişə valla 1-0 qabaqdasınız. Siz onu bilməsəydiniz, açığın deyim. Bu dəqiqə mən sizə desəydim ki, məqsədi düzgün planlayın, deyə bilməyəcəydiniz. Siz sabah müsahibənizə düşəndə məqsədi necə qurarsan, başlayacaqsan smartdan danışmağa. Sən smartdan danışanda qarşı tərəfə heyran qoyacaqsan ki, hə, müəllim artıq bütün incəliklərinə qədər məqsədini qura bilir. İnanın, bu mövzunu öyrənəndən sonra neçə müəllim mənə geri dönüş edib, elə bu qrupdan deyirəm, hələ o bir qrupu demirəm. Məqsədimi rahat qururam müəllimə. Əvvəl bilmirdim ümumi necə olurdu, xüsusi necə. İndi bilirəm ki, məqsəd xüsusi olmalıdır. Məqsədi qiymətləndirə bilməliyəm. Resursum olmalıdır. Hamısı bağça ilə əlaqəlidir. Yəni kim onu deyibsə, o rahata qaçan təlimçilərdir ki, mövzunu verim, soruşum. De, nağılvari. Heç mən burada iş üsulunu, iş formasını atırım, sizə nağılvari istəmirəm ki, öyrənəsiz. Başlayıram açar sözləri deməyə. Bunların hamısı deyilməsə, vaxtda da çox az qalıb. Yəni, nəticədə zəif olacaq. Yəni, sizə desə belə... Ətrafı məlumat üçün çox sağ olun. Yəni, yenə də deyirəm, siz elə deyin ki, alt standartı bilməsəm, özlüyünüzdə sual qoyun. Bu dəqiqə mən bu qədər biliyə sahib olardım mı? İnanırsınız, bir dənə o alt standartı siz öyrənəndə gördünüz, alt standart birinci çətin gəlir. Amma onlar sırasını biləndə rahat bilirsən ki, hə, sosial hardadır, sosialda hansı işləri var, hörmət hardadır, toleranstlıq hardadır, tolerantlıq nə deməkdir? Hamısı, elə bir ki, onun bütün xırdalıq mövzularını biz bundan sonra keçəcəyik, alt standartın içərisində olanlar. Birinci alt standartın yerini təyin elədik, o deyirləri otaqlarını. Sonra artıq keçdikcə mövzu gedəndə həmişə də gedib o alt standartdan mövzuları götürüb keçəcəyik. Rahat gələcək sizə. İndi zamanla özünüz görəcəksiniz də inşallah. Yenə də deyirəm, siz fikir verməyin. Kim desək ki, öyrənməyin, fikir verməyin. Nə göndərirəmsə öyrənin, nəticəsini görəcəksiniz. Onda deyəcəksiniz ki, hə, mənim də adım 50 baldan yuxarı olan müəllimlər siyahısındadır. Amma dediyim kimi öyrənsəz. Çalışın ki, hər dərs qoşulun. Belə. Aydın müəllimə, salam. Onlar bir dənə sual verir müəllimə. Müəllimə, bu sujetli rollu oyunun fərqi nədir? Baxın, müəllimə, bunu deyim sizə.
Süjetli rollu oyun odur ki, aşağı yaş qrupu gedir süjetli rollu oyun. Amma bəzən onu süjetli rollu oyun kimi yuxarıda verirlər. Bir dənə fərqi odur ki, körpə yaş dövründə uşağa məsələn həkim paltarını geyindirirsən. Deyirsən ki, gəlin uşaqlar biz məsələn kukla qoyuram, deyir, iynə vuraq, gəl iynə vuraq. Uşaq deyir ki, mən həkiməm. Dərk eləmir ki, həkim deyiləm mən. Həkimin roluna girmişəm. Onu dərk eləmir. O deyir, ancaq öz gözü ilə baxır ki, hə mən həkiməm. Yəni başa düşmür ki, mən həkimin roluna girmişəm. Mən həkimin rolunu canlandırıram. Mən başqasının rolundayam. Onu dərk eləmir. Elə bilir ki, doğrudan da özü həkimdir. Həkimin nə olduğunu çünki hələ tam dərk eləmir. O yavaş-yavaş formalaşır. Çünki biz nə demişdik? Empatiyadır, başqasını başa düşməkdir. O aşağı yaş qrupunda yoxdur. Ona görə də o dövrdə uşaq öz gözü ilə baxır ətrafa, başqasının gözü ilə baxmır. Amma 4-5 yaşındakı uşaqda empatiya formalaşır. O deyir ki, hə, mən həkiməm. Mən həkimin roluna girmişəm. Mən bu gün həkim olacağam. Empatiya nədir? Özünü başqasının yerinə qoymaq. Unutmayın, empatiyanı ən çox süjetli rollu oyunlarla uşaqlara öyrədirik biz. Empatiya nədir? Baxın, tutaq ki, bu gün uşaqlara kasıbla varlıya aid bir tutaq ki, səhnə qururuq. Kasıb uşaq, varlı uşaq. Artıq varlı uşağı, imkanı olan uşağı kasıb uşağın roluna qoyanda mən, artıq o uşaq vəziyyəti öz gözü ilə görür. Həqiqətən də dərk edir ki, 4-5 yaşındakı uşaq, hə, kasıb insanın məsələn imkanı necə çətinliklərlə üzləşir, necə maddiyyatına diqqət yetirməlidir, hansı ki, israf etməmək lazımdır. Həm də ki, o kasıb uşağı da başa düşməyə çalışır. Çünki o rolu canlandırır. O çətinliyin içinə sən onu salırsan, öz bir necə deyim, bir film kimi canlandırırsan da onun gözündə ki, bax, kasıb insan bu çətinliklərlə üzləşir. Bir növ, yəni bu məktəb uşaqlarına da təbii ki də aiddir və uşaqlarda empatiyanı biz belə formalaşdırırıq. Adi biz bu necə deyim, rollu oyunlarda uşaqlarda rollu oyun yox, elə nağılda deyəcəm birinci. Rollu oyunu qoyuram qırağa, nağılı. Bunu yadımdan çıxmamış deyim sizə. Nağıl terapiyası deyə bir şey var. Nağıl terapiyası. Adətən psixoloqlar, pedaqoqlar uşaqlarda bir mənfi bir xüsusiyyətin aradan qaldırılması üçün nağıllardan istifadə edirlər. Necə nağıllardan? Məsələn, hansı ki, yalancı çoban nağılı. Məsələn, yalancı qrupda uşaq ola bilər. Mən ona gəlib deməyəcəm ki, sən yalancısan. Qətiyyən olmaz. Neylə başlayıram yalan haqqında danışmağa, yalancı çobanın əhvalatından danışmağa, artıq insanların ona olan etibarının itməsindən danışıram. Uşaq neyinə də artıq özünə dərs götürür. Demir müəllimə bunu mənə deyir. Müəllimə ümumi danışdıqca özü öz beynində analiz edirkən bu səhvi mən eləyirəm. Yəni ümumi olaraq deyirəm ki, bu terapiya necə ki istifadə olunur, uşağın mənfi xüsusiyyətlərinin aradan qaldırılması. Nağıl terapiyası yazsaz internetdə gələcək. Adətən psixoloqlar, pedaqoqlar bunlardan istifadə edirlər. Rollu oyunlarda da həmçinin empatiyanı formalaşdırıram. Yəni rollu oyun quranda uşağı rola salıram. Uşaq artıq həkimin roluna girir, uşaq müəllimin roluna girir, müəllimin işini görür öz gözü ilə. Bir sözlə yenə də deyirəm. Yəni başqasının roluna girdiyini bilir, başqasının rolunu canlandırdığını bilir. Başqasına artıq yenə də deyirəm, gözəl çirkin olsun. Məsələn deyirəm, uşaqlar var ki, sən çirkinsən deyir. Məsələn, gözəl çirkin roluna salıram, izah edirəm. Yəni bir növ öyrədirəm də, təlimləşdirirəm. Sadəcə fərq budur ki, 1-3 yaşındakı uşaqlar, hansı ki 3 yaşına qədər uşaqlar onu tam bilmirlər, dərk eləmirlər mənasını ki, mən rolamı girdim, mən neynədim. Amma o uşaqlar elə bilirlər ki, özləri həkimdir, özləri müəllimdir. İstər ki, eləmir ki, mən kimisə roluna girib kimisə canlandırıram. Elə əlinə götürür iynəni, mən sənə iynə vuracam deyir. Tam heç həkim obrazında dərk eləmir. Elə bilir ki, özü doğrudan da həkimdir. Həqiqətən də əsl həkimdir. Amma 4 yaşındakı uşaq onu bilir ki, özü həkim deyil. O rola girdiyini dərk eləyir. Elə bir ki, bilir ki, başqasının rolunu canlandırır. Empatiya o dövrdən formalaşır. Aydın oldu? Bəli, müəllimə. Müəllimə bir dəqiqə istəyirəm. Müəllimə, bu testdə necə düşür? Bəs məsələn, şəkilli testlərdə, məsələn, süjetli rollu oyundan rollu oyun necə fərqləndirmək olar? Müəllimə, rollu oyun düşür. İmtahana adətən rollu oyun düşür. Süjetli rollu, süjetli fərqdir. O 3-1-3 yaşaydı ola bilər. Amma yenə də imtahanda da düşsə, fərq olaraq düşsə, təbii ki də götürəcəksiniz ki, süjetli rollu oyunlarda uşaq artıq vəziyyətə başqasının gözü ilə baxır, uşaqlarda bu empatiya yaranır. Bəli, indi testləri biz işlədikdə mən onun üzərində daha çox işləyəcəm sizinlə. O dediyin qaydada imtahanında. Bu yəni orada da yazılıb yəni. Özüm üçün belə yadda saxlamışdım ki, necə ətraf mühit, ətraf aləm, ətraf mühit gedir 1-3 yaşlıya. Yəni mən belə başa düşmüşdüm. Sadəcə biraz testlərdə çətinlik çəkdim ki, yəni ki, bunu ilə bunu necə fərqləndirə bilərəm ki, yəni bu sujet məsəl üçün uşağı verir ki, uşaq pajarnik paltarını geyinib. Əgər bunu bir dənə onu göstərirdi. Bu yəni sujetli rollu oyun mu kimi gedir, yoxsa rollu oyun mu kimi gedir?
Ümumiyyətlə süjetli rol oyun götürəcəksiniz. Baxın yenə Süjetli deyirəm. rol. 1-3-də, 3-6-da da var süjetli rol oyun, 1-3-də də var. 1-3-də Aha. yenə deyirəm, eşit uğurlu olaraq süjetli rol oyundur. Yuxarı yaş qrupunda oyun gedir. Oyunun içərisində gedir o süjetli rol oyun. Başa düşdünüz? Bütün oyunlar onun içərisində gedir. Başa düşdünüz? Başa Sadəcə düşdüm. Deməli, bir müəllimə, dənə oyun oyun yox. kimidirsə, Bütün oyunlar. süjetli Bütün rollu oyunlar. oyundur. Biz orada Yox, oyunlar oyun yazdı. kimidirsə, Müəllimə. müəllimə. Bütün Oyun oyunlar. deməli, oyunsa böyük uşaqlar üçündür. Süjetli rollu oyun bir üç. Yəni mən onu iş üsulu kimi verirəm də Bax belə körpələrdə. deyim də müəllimə sizə. 1-3 yaşa aid olan iş üsulu desə süjetli rollu oyun. Amma orada oyunlar yazılıb, ümumi oyunlar 3-6-da. Bəli. Orada bəli, oyunlar deyəndə sadəcə süjetli rollu oyun deyil. Və yaxud da ki, sadəcə belə deyim, rollu oyun deyil. Yəni rollu oyun gedir yuxarılarda, aşağıda süjetli gedir, yuxarıda rollu oyun gedir. Belə də deyə bilərik. Süjetli rollu oyun da gedir. Amma o oyunlar sözünün içərisinə başqa oyunlar da var. Hərəkətli oyun da var, digər. O necə ki tətbiq etməmdə istifadə edirəm. Orada yazılan o oyunların içərisinə bütün oyunlar gedir. Sadəcə süjetli rollu deyil. Bütün oyunları mən tətbiq etməmdə istifadə edə bilirəm. Yəni məsələn məşğələmin motivasiyasını, dərk etməsini qurdum, tətbiq etməmdə tutaq ki, qaçmağa aid bir oyun qururam. Fərqli bir oyun qururam. Bütün oyunlar ora gedir. Yəni bütün o istifadə etdiyim bağçada bütün oyunlar o 3-6 yaşda oyunlar hissəsində yer alır. Ümumi gedir. Oldu Yəni mənim. sadəcə orada süjetli rolludur deyə bir şey yoxdur. Səhvdir. Başa düşdüm müəllimə. Və Başa yaxud ki, düşdüm. sadəcə rollu var deyə bir şey yoxdur. Bütün oyunlar gedir o oyunların içərisində. Həmçinin Oyunların o oyunlar ümumisinin içərisində də rollu oyun da öz əksini tapır. Başa düşdünüz? Bütün oyunlardan biz Başa istifadə düşdüm. edirik axı. Ancaq rolludan istifadə eləmirik axı tətbiq etmədə. Ona görə deyirəm. Aha, oldu müəllimə. Başa düşdüm. Çox sağ ol. Bir də Aydə müəllimə, siz bu SMART haqqında danışdınız. Bu hansı didaktik prinsipə əsaslanır? Nəticə yönümlülük yoxsa tələbi yönümlülük? Nəticə yönümlülük. Nəticə. Çox sağ olun müəllimə. Bəli, Yazıram mən. çünki neyinirəm? Düzgün planlama texnikası. Aha. Müəllimə, sizin keçən bir testiniz vardı. Orada bir test bizə aydın olmadı. Bunu Hansı? oxuyun deyəsiz. Orada bir Aha. test var. Deyir ki, əli dostu ilə danışarkən indi payız fəsli olduğunu, payızda ağacların yarpağının töküldüyünü dedi. Burada deyir, biz idrak götürdüm, mən özüm idrak. İdrak olmadı. Orada estetik inkişaf oldu. O düzdür. Payız fəslini deyir. Hə. Payızların yarpaqlar tökülürsə idrak deməli. Mən ətraf aləmlə tanışdım. Orada yəqin texnik səhv oldu. Texnik səhv oldu bu göndərilən testlərin içərisində. Dedi, idrak olur lan onda. Bəli, idrakdır. Çünki niyə orada gözəllik yoxdur. Orada yəni adətən bəli, o ətraf aləmlə tanışlıqda yer alır axı. Uşaqları biz ətrafa çıxardanda orada deyirlər ki, məsələn, ağacın yarpaqları müşahidə edib öyrədir də. Müşahidə də ən çox ətraf aləmdədir. Ona görə də o ətraf aləmin situasiyası. Orada gözəllik olsa, uşaq gözəlliyi görsə, heyran olsa o gözəlliyə, hə, onu da estetik götürə bilərik. Zövq alsa, hə, zövq sözü varsa. Amma belə müşahidə edib fikir bildirirsə, o ətraf aləmlə tanışlıqdır. Hə, heç nə olmaz. Sağ ol. Belə. İndi isə dediyim kimi oyunları da dedim sizə, oyunlar inkişaf sahəsi olaraq həmişə mən bu dərs danışanda inkişaf sahələrini yada salacağam. Çünki inkişaf sahələrimizlə birbaşa əlaqəlidir. Uşaqların nitqinə təsir göstərir, həmçinin biz bilirik oyunlar, yəni oyundur da, aparıcı fəaliyyət növü oyundur. Baxtada sizə desək məktəbə qədər dövrdə aparıcı fəaliyyət növü nədir? Aparıcı nədir? Aparıcı odur ki, uşaq onunla öyrənir. Nə ilə öyrənir uşaq hər şeyi? Oyunla öyrənir. Aparıcı fəaliyyət odur. Məsələn, 5-6 yaş, tutaq ki, 1-ci sinifdə aparıcı fəaliyyət növü təhsildir, təlimdir. Amma uşaq xəyal yazılan mənbə, səs bağlayaq. Amma aşağı yaş qruplarında aparıcı fəaliyyət növü 1-6 yaş dövründə oyundur. Nəyi öyrədirsən öyrət, ancaq oyunla öyrədə bilərsən. Yəni oturub kitabı qabağımda danışım, uşaq məni dinləsin, öyrənsin deyə bir şey yoxdur. Belə. Yenə də deyirəm, kollektivçilik bacarıqları olsun, ədalətli olmaq bir-birinə, kömək etmək, hiss, iradi keyfiyyətlər olsun, məqsədə müstəqil sürətdə çatmaq olsun, qarşıya çıxan çətinlikləri aradan qaldırmaq olsun, hamısını oyunlarda uşaq öyrənir. Bütün, yəni hər şey oyunlarda, uşaqlarda formalaşır. Sonra oyunlar biz dedik də 2 kateqoriyaya bölünür, 2 yerə. Oyun neçə yerə bölünür? 2. Yaratmaq, bir də qaydalı. Yaradıcı oyun, qaydalı oyun. Yaradıcı adı üstünə yaradırsan, spontanlıq var orada, bədahətən var. Yaratmaq var, qurmaq var. Amma qayda odur ki, bunun bir qaydası var. Sən onu dəyişə bilmirsən. O necə gəlibsə, sən onu elə davam elətdirirsən. Sən onu dəyişsən, o qaydalı olmur artıq. Sən onu artıq onun funksiyasını pozdun. Yaradıcı deyəndə adı üstündə 2 yerə bölündü oyun. Oyun ümumilikdə 2 yerə, yaradıcı qaydalı, yaradıcı olanda
Sujetli rollu oyunlar, dramlaşdırılmış oyunlar, konstruktor oyunlar. Sujetli rollu oyunlar rola girmək, canlandırmaq, müstəqillik, fəallıq olur, təqlid eləmək olur, əhatəsində gördükləri bir şeyləri təqlid edirlər. Həmçinin dramlaşdırılmış deyəndə hansısa bir mövzunu, məzmunu öyrənəndə dram halına çevirirsən, rola salmaq deyil ha. Artıq dram ayrıdır. Təlimləşdirici, öyrədici xarakter daşıyır. Əşyasız canlandırma deyirik biz ona. Amma sujetli rollu oyun yox. Artıq o sırf hansısa bir mövzunu öyrənmək üçün, nağılı öyrənmək üçün istifadə edilmir. Bədii əsəri öyrənmək üçün istifadə edilmir. Ümumi müəllimi, həkimi canlandırmadır. Məsələn, Tıktı xanımdırsa, onu canlandırıramsa dramdır. Dram halına salıb uşaqlara onu mənimsədirəm. Artıq amma rollu oyun isə müəllim, həkim, istənilən bir şəxsi canlandırmaqdan söhbət gedir. Öyrədici, təlimləşdirici sözü varsa imtahana düşmüşdü. Təlimləşdirici dramlaşdırmadadır. Yenə də deyirəm, konstruktor deyəndə o kubiklərdir, quraşdırmadır. Niyə yaradıcıdır konstruktor? Çünki uşaq istədiyini yarada bilər. Gətir tök kərpiçləri qabağına, biri özünə kule düzəldəcək. Biri özünə, nə bilim, qatar yolu düzəldəcək, biri özünə robot düzəldəcək. Sən ona deyirsən ki, bundan ancaq robot düzəldilir. Yox, tökürsən qabağına istədiyini yaradır. Çünki nədir? Sərbəstliyi var. İstədiyini yaratmağına sən ona imkan yaradırsan. Ona görə də konstruktor yaradıcıdır və konstruktor hansı inkişaf sahəsi? Göstərmişəm inkişaf sahələrinə biz alt standartlara istinad edirik. Çünki bilirsiniz artıq onu. Konstruktor estetik və yaradıcı inkişaf sahəsinə 3.1 standartına aiddir. Bilən müəllimlər bilir. Sonra konstruktoru dedim, sujetlini dedim və ən əsası müxtəlif fiqurların yığılmasıdır, legolardır, lego, taxta kub. Taxta kub, lego hardadır? Deyəcəksiniz ki, konstruktorda hansı oyun gedir? Tikinti quraşdırıcı oyun gedir. Mühəndisliyi də formalaşdırır uşaqlarda. Sonra, bəs yaxşı, qaydalı oyun nədir? Qaydalı oyunda da tikinti ola bilər. Amma əsaslı fərqi nədir? Məsələn, uşağın qabağına alınma bir mağazadan bir robot alırsan, robotun hissələrini töküb qoyursan uşağın qabağına. Uşaq onu quraşdırır. Amma yenə də eyni robot alınır. Çünki onun hissələri elədir ki, eyni robot alınır da müxtəlif deyil. Başa düşdünüz? Bu artıq qaydalıdır. Çünki uşaq necə ki puzzle verirəm, puzzle sökür, yenə də eyni puzzle yığılır. Sökür, yenə də eyni puzzle yığılır. Necə ki bu da görürsünüz quraşdırmadır da, amma qaydalıdır. Çünki bunun qaydası var və eyni şey, bir şey yaranır buradan. Sən nəsə yarada bilmirsən. Başa düşdünüz? Və yaxud da bir robot. Nə bilim, deyəm ki, Spider-Man'in bax ki quraşdırması. Spider-Man tökürsən, söküb tökürsən yenə də eyni şey yığılır. Tökürsən yenə də eyni şey yığılır. Amma kərpicdə bu deyil. Kərpicdə istənilən bir şey, eyni kərpiclər tökülür, sən onu özün yaradırsan. Başa düşdünüz? Bunları unutmayın. Şəkilə baxanda bilin ki, yaradıcıdır yoxsa konstruktordur. Baxın ona mütləq bilin. Yəni bir dənə şey yaradılırsa, söküb yenə də yığırsa, bilin ki, o qaydalıdır. O artıq quraşdırma, yaradıcı getmir. Sonra mütəhərrik oyun var. Daha doğrusu mütəhərrik nə idi? Qaydalı oyunlar biz dedik ki, 2 yerə bölünür. Mütəhərrik oyunlar, didaktik oyunlar. Mütəhərrik hərəkətdir, qaçmaqdır. Məsələn, gizlanqaç, bənövşə, ancaq bədən hərəkətdədir. Voleybol qaydası var. Məsələn, mən voleybolun qaydası var. Mən voleybolun qaydasını dəyişsəm o qaydalıdan çıxar axı. Qaydalı oyun bizə ulu babalarımızdan, ulu nənələrimizdən keçmişdən gəlir, folklordur. Amma yaradıcı yox, yaradıcı sən kəşf edirsən, sən yaradırsan. Qaydalı oyunu dəyişə bilmərsən. Yəni dəyişirsənsə o qaydalı deyil. Yəni qaydalı qaydalıdır, adı üstündə. Məsələn, Beşiktaş oyunu qaydalıdır, qaydası var. Və yaxud da bənövşə oyunu, qaydası var. Bənövşə, bəndə düşə, məndən sizə kim düşə? Ayşə düşə. Deyə bilərəm ki, Ayşə ilə Emil düşə. Xeyr, deyə bilmərəm, qaydası var. Bir uşaq gəlməlidir. Hansı uşaq oranı qırıb keçirsə, digər uşağı götürüb gəlməlidir. Bunun qaydası var. Bu əvvəlcədən gəlib ki, bu oyun belədir. Ona görə də mən bunu dəyişə bilmirəmsə, bu olur qaydalı oyunlara. Çünki qayda var adı üstündə. Yenə də deyirəm, çox müəllim qarışdırır. Amma mütəhərrik qaydalı var, bir də didaktik qaydalı var. Mütəhərrik qaydalı 2 yerə bölünür. Həm didaktik xarakterli mütəhərrik, həm də mütəhərrik. Məsələn, oyun var ki, uşaqlarla top oyunu oynayıram. Həm istəyirəm ki, orada topu qruplaşdırmağı bacarsın, həm də hərəkət eləsin. Bu didaktik xarakterli mütəhərrik oyunlar da gedir. Və mütəhərrik oyun adi idman xarakterli də gedir. Gizlanqaç olsun, bənövşə olsun, top olsun, o zapaz da deyirləri əvvəldən, klas olsun. Bunlar hamısı qaydalı hərəkətli oyundur. Bədən işə düşür, əl-qol işə düşür. Artıq uşaqlarda idman hərəkətləri ön planda olur. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik ilə bağlıdır mütəhərrik oyun. Yadınızda qalsın. Sonra
Didaktik oyunlar var. Didaktik oyunlar artıq stolüstü oyunlara aiddir. Hansı ki didaktik oyunlarda nə deyirdik? Öyrədici xarakteri olur, tərbiyə edici olur, şahmatdır, şaşkiri, həmçinin puzzle'larda hamısı didaktik oyunlara xas xüsusiyyətlərdir. Yəni həmçinin biz nə demişdik? Yəni didaktik oyunlar təfəkkürü inkişaf etdirir, nitqi inkişaf etdirir, uşaqlara hansı əşyanın xüsusiyyətlərini öyrətməyə imkan verətdirir, öyrədici də nə isə dərk edir, zehni gərginliyi artırır, idrakla əlaqəlidir birbaşa. Həmçinin 3 yerə bölünür oyuncaqları. Demişdim sizə oyuncaqlarla oyun, stolüstü çap oyunları, şifahi oyunlar. Bunların hamısı haqqında da orada məlumat vermişəm, baxarsınız. Həmçinin biz orada şifahi oyunlar var, yəni didaktik oyuncaqların növləri vardı. Onları da demişdim sizə, hissələrə ayrılan oyuncaqlar, hissələri ayrılan oyuncaqlar var, yəni hissəsi ayrılır. Məsələn, almadır, almanı 4 hissəyə bölürsən, sonra birləşdirirsən. Bu nədir? Bu didaktik oyundur da, görürüz, yaradıcı deyil. Stolüstü oyuna aiddir. Almadır, uşaqlara hissə bütövi öyrədirəm mən. Başa düşdünüz? Ayırıram o almanın hissələrini, yəqin ki, görmüsən, maqnitləndir ortadan 2 almanı 2 yerə bölür və ya 4 yerə bölür. Sonra birləşdirirsən, hissə bütöv anlayışını öyrədirik uşaqlara ki, uşaqlar baxın, bu hissə. Bu bütöv. Bu didaktik oyundur, həmçinin stolüstü oyundur. Qurma üçün oyuncaqları var, çap oyunu var. Qurma üçün görürsən, nəyisə quraşdırırsan, amma bir dənə bir şey quraşdıra bilirsən. Gedib onu konstruktorla, kərpiçlə qarışdırma. Sonra şifahi oyun var. Biz dedik, şifahi oyun adətən ən çox istifadə olunan tapmacadır, dinləməkdir, cavab verməkdir, müqayisə etməkdir, seçməkdir, bacarıqları formalaşır. Sonra təklikdə oyun var, paralel oyun var, əməkdaşlıq var. Təklikdə deyəndə tək oynayır, təklikdə deyəndə 0-2 yaş var, yaşı unutmayın. 4-3 yaşındakı uşaq şəkildə görsəz o 0-2 deyil ki, 0-2 ancaq özü axtarır, araşdırır deyə yoldaşlıq qura bilmir. Biz nə demişdik? 4.3 standartında varmı dostluq? Yoxdur. Gördünüzdə 4.3-də 1-2 yoxdur. Yəni 1-2-də mən uşağa heç nə öyrədə bilmərəm. Demək ki, nədir? Burada da 0-2-dir. Burada da əməkdaşlıq yoxdur. Ona görə təklikdədir bu. Səbəb nədir? Deyəcəksiniz ki, seçim etmir tək oynamaq kimi. O hələ özü ətrafını kəşf edir, qalsın ki, dostu kəşf eləmək. Ona görə də 2 yaşından sonra formalaşır da yavaş-yavaş əməkdaşlıq, yavaş-yavaş. 3-4 yaşında artıq əməkdaşlıq formalaşmış olur. Əməkdaşlıq elə yazılıb orada 3-4, paralel olsun 2-4, paralel odur ki, eyni məkan, fərqli fəaliyyət. Yəni eyni məkanda yan-yana oturublar, amma hər öz işi ilə məşğuldur. Arada bir-birindən əşya falan götürür, konflikt yaranır, belə. Sonra sərbəst oyun var, yəni öz seçimi olur, artıq bunu təklikdə ilə qarışdırmayın, təklikdə 0-2-dir, hələ öz ətrafını kəşf edir. Sərbəst odur ki, kömək istəmir heç kimdən, özü oynamaq istəyir. Özü istəyəndə biz ona kömək edə bilərik. Sonra bir də var simvolik. Simvoliklə süjetli rollu oyunun fərqini dedim. Süjetli rollu oyun canlandırmadır, təqlid etmədir. Amma simvolik oyun odur ki, əşyanı əşya ilə əvəzləyirsən. Uşağa telefon vermirsən, gedir özünə taxta parçasından telefon düzəldir. Qaydımı dərindən dinləsəniz, izahlarımı yaxşı başa düşəcəksiniz. Sonra bir də müəllim, tərbiyəçi müəllim var, imtahana bu düşüb. Tərbiyəçi müəllim təlimi səmərəli təşkil etmək üçün nələri bacarmalıdır? Əlbəttə ki, uşaqlarla hər fəaliyyətdə birgə işləməlidir, materialların estetikliğini təmin eləməlidir, irəliləyişi sənədləşdirməlidir, təlim təcrübə arasında əlaqələri görməlidir, uşağa öz fikrini ifadə etməkdə kömək göstərməlidir, valideynlərlə əməkdaşlıq etməlidir, layihələr barəsində həmkarlar və valideynlərlə dialoqlar qurmalıdır. Belə. Aydın oldu? Aydın oldu mu? Nəyi başa düşməmişəm? Başa düşürəm. İndi isə, yəni o testləri orada işləyəndə, şəkilli testlər olsun, biz gələn rahat işləyəcəyik. Gələn ikinci günü yazacam qrupada, metodika testi işləyəcəyik sizinlə. Sual cavab az olacaq, yadınızda qalsın. Yəni metodika, dərsi də imkan olsa tez başlada bilsəm, tez başladacam. Bacardığım qədər istəyəcəm ki, test işləyək, metodika testi və həm də izah eləyəcəm. Çox maraqlı test olacaq, qrupa da yazacağam. Yəni çox gözəl, öyrədici və tam bildiklərinizi artıq biləcəksiniz ki, siz yaza bilirsiniz ya yox. Hansı ki biz bunu qətiyyən bilmirik dediyiniz testləri elə gözəl yazacaqsınız ki, izah eləyəcəm də digər qruplarımda işləmişəm. Bir dənə dediyim odur ki, qəşəng təkrarlayın mövzuları, yeni mövzu göndərəcəm, onu öyrənərsiniz və o testləri hər bir müəllim əl qaldıracaq, hər kəs sırayla oxuyacaq, heç kimdən çəkinməsin. Bilməyəcəksiniz, mən izah edəcəm. Və elə açar yollarla izah edəcəm ki, artıq orada belə siz qeydiyyatlar götürəcəksiniz. Orada belə əlavə dəftəriniz yanınızda olsun, qeyd dəftəriniz ki, elə sözlər çıxır ki, onları mən deməmişəm, test üzərindən sizə deyəcəm. Testin kaydı olmur. Testdə hər kəs qoşulsun deyə kayd götürmürəm. Çünki heç kim testi kaydla öyrənə bilməz. Canlı soruşmalısınız səhvləri. Belə. Samirə müəllimə, sualları vereyim. Hərəyə 1-2 sual verəcəm. Başa düşmədiniz məqam varsa, buyura bilərsiniz. Xeyr, başa düşdük. Çox sağ olun. Sağ olun. Belə. Samirə müəllimə, siz mənə deyin görüm. Oyunun uşaq həyatında rolu nə idi? Birinci onu deyin.
Oyunun uşaq həyatında çox böyük rolu var. Ümumiyyətcə aparıcı fəaliyyət Aha, növüdür. biraz danışaq, möhkəmləndirək. Buyur. Bütün məşğələlərimizdə istifadə edir, uşaqların nitqinə təsir göstərir, həyatı dərk etmələrinə təsir göstərir, bir-birlərinə kömək etmək, ədalətli olmaq, sonra əxlaq keyfiyyətləri, iradi keyfiyyətlər, sonra uşaqların təsəvvürlərini, hafizəsini, psixoloji xüsusiyyətlərini, yəni burada kollektivçilik bacarıqları, əməkdaşlıq, məsələn, müstəqil şəkildə öz fikirlərinə çatmaq, qarşı qoyduğu çətinliklərin aradan qaldırılması, bunların hamısı yəni oyunda formalaşır. O da bizim sosial-emosional inkişaf sahəmizə aiddir. Bütün fəaliyyət, aparıcı fəaliyyət növü yenə deyirəm ki, oyunlardır. Yəni bütün məşğələlərimizi biz oyunlar vasitəsilə möhkəmləndiririk. İstər gəzintidə olsun, istər məşğələlərimizdə olsun. Ümumiyyətcə, nəyi isə biz uşaqların qarşısına oyun formasında verirsə, uşaq oyunda daha gözəl dərk edir. Mən olar bir dənə də bu oyunla sual verim. Məsələn, biz yazırıq da planımızda. Bu, məsələn, uşaq topu at, topu tut, hərəkətli oyun. Buna standart fizikini verməliyik, yoxsa sosialı? Necə? Planlaşdırmada, məsəl üçün, oyun yazırıq da, hərəkətli oyun. Məsəl üçün, topu tut oyunu. Standart olaraq mənə fizikdən götürürük standart. Yox, müəllimə. Yox, onu demişəm mən. O sosial emosionalı götürürsən. Sosiala. İnteqrasiya kimi fizikini ver. Çünki indi bir dənə səsləri bağlayaq, mən fikrimi ifadə edeyim. Məsələn, mən olsa bu fiziki mədəniyyət məşğələsində bu hərəkətliliyi öyrədirəm də, bu bədəni öyrədirəm. Oyunun məqsədi nədir? Oyunun məqsədi müstəqillikdir, rahatlıqdır, öyrənməkdir. Yəni maraq var da, burada artıq mən təlim keçmirəm, burada xüsusi qaydalar qoymuram. Onsuz bunu fiziki mədəniyyətdə keçmişəm mən. Oyunda odur ki, götürürəm oyunu standart olaraq, amma inteqrasiyasını verirəm fizikiyə. Yəni həm oyunu keçə-keçə də fizikidə də uşağın fizikiyə də inteqrasiya edirəm ki, eyni zamanda uşağın bədən hərəkətləri işə düşdü. Başa düşdünüz? Başa düşdüm. Amma yəni yenə də standart olaraq oyun aiddir birbaşa olaraq sosiala. İnteqrasiya kimi hərəkət olduğu üçün fizikini inteqrasiya eləyə bilərik. Belə. Oldu mənim Standart üçün. olaraq oyun. Ay sağ olun. Belə. Oldu. Aha. Çox Sağ ol. Samirə müəllimə, deyəcək ki, siz mənə burada məsələn, dramlaşdırılmış nədir yaradıcı oyunlarda? Konstruktor nədir? Süjetli rollu oyun nədir? Dramlaşdırılmış oyunlar ümumiyyətcə nağılı canlandırmaqdır. Hər hansı bir məsələn turpun nağılıdırmı, qoğalın nağılıdırmı və yaxud da ki, cırtdanın nağılıdırmı? Burada o nağılı uşaqlar canlandırırlar, yəni öyrədici, təlimləşdirici xarakter daşıyır. Ancaq ki, süjetli rollu oyunlar uşaqlar öz gözləri ilə, yəni bu oyunu təsəvvür edirlər, təqlid edirlər, yəni öz yaradıcılıqları formalaşır da süjetli rollu oyunlarda, öz bacarıqlarını ortaya qoyurlar. Məsələn, burada artıq rola girirlər, özləri məsələn həkim roluna girir və yaxud da polisin roluna girir. Süjetli rollu oyunlar ümumiyyətcə 1-3 yaşda istifadə olunur. 1-3 yaşda da onlar artıq öz gözləri ilə görürlər, dərk etmirlər ki, bunlar rola giriblər. Elə polisin paltarını geyinir, elə bilir ki, polisdir və yaxud da ki, həkimin paltarını geyinir, elə bilir həkimdir. Yəni burada uşaqlar süjetli rol bu deməkdir. Konstruktor oyunlar isə taxta kublar, legolar, məsələn, buradan onlar maşınlar, qaraj düzəldə bilər, körpü düzəldə bilər. Məsələn, müxtəlif fiqurlardan yığaraq hansısa bir konstruktor, quraşdırıcı bir hansısa bir yəni quraşdırma formasıdır da, quraşdırırlar. O da bizim estetik yaradıcı inkişaf sahəsinə aiddir 3.1 standartımıza. Sağ olun. 3.1 standartına aiddir. Müəllimə, mənə bir dənə bunu deyin. Süjetli rollu oyuna simvolikin fərqi. Səsiniz gəlmədi Ayda xanım. Süjetli rolun oyunla nə? Simbolikin fərqi. Süjetli rollu oyunlar öz gözləri ilə görür, rola girir. Həkim paltarı bayaq dediyim kimi simvolik artıq burada. Simvolik rolda xəyali bir obraz yaradır. Xəyali təsəvvür edir. Məsələn, telefon parçasını hansısa bir taxta parçasından, qutudan telefon düzəldir. Məsələn, özündə xəyalında təsəvvür edir ki, bu bunun telefonudur. Və yaxud da ki, bir hansısa bir maşın balaca bir qutudan onu sürərək güya maşında onu xəyal edir ki, güya bunun maşınıdır. Simvolik budur, süjetli rol isə məsələn obrazları yaradır.
imitasiya edir, məsələn, sujetli rollu oyunlarda, jestlərdən istifadə edir, imitasiya edir. Ay, sağ olun. Düzdür. Müəllimə, bir də deyəcəksiniz mənə, təlimin səmərəli təşkili üçün bir tərbiyəçi nələri bacarmalıdır? Təlimin səmərəli təşkili üçün tərbiyəçi məsələn uşaqlarla birgə iştirak etməlidir təlimdə. Sonra təcrübə arasında əlaqələri görmək üçün uşaqlara kömək etməlidir. Ancaq o demək deyil ki, yəni uşaqlara hər şeyi müəllim edə bilməz. Yəni burada müəllim köməyi varsa yanlışdır. Uşaq özü hər şeyi sərbəst etməlidir. Sonra qrup otağı materialların estetikliyi təmin etməlidir. Yəni uşaqları irəliyə doğru aparmalıdır. Uşaqların inkişafında irəliləyişi inkişaf etdirməlidir. İş vasitələrinin birliyini istifadə etməklə uşaqlara kömək etmək, valideynlərlə əməkdaşlıq etmək, layihələr barədə valideynlərlə və həmkarları ilə dialoqlar aparmaq təlimin səmərəli təşkili üçün tərbiyəçinin bacardığı işlərdir. Bir də müəllimə, deyin mənə, təklikdə ilə paralelin fərqi nə idi? Təklikdə o 0-2 yaşa aiddir. Yəni uşaq özü tək oynayır. Orada artıq yəni bizim hörmət, dözüm, tolerantlıq 0-2 yaşda orada var. Uşaq dərk etmir kənarı, kimlənsə oynamağı, əməkdaşlıq qurmağı, ünsiyyət qurmağı. Orada artıq 0-2 yaşında olur təklikdə. Ancaq paralel oyunlar 2-4 yaşı əhatə edir. Artıq 2-4 yaşında uşaqlar paralel oyun, 2 nəfər yanaşı oturaraq müxtəlif bir oyunu oynaya bilər və yaxud da ki, eyni bir oyunu oynaya bilər. Hətta bəzən onların arasında mübahisə də olur. Hansısa bir eyni o vasitədən, vəsaitdən və yaxud da ki, oyundan ikisi eyni formada istifadə edə bilirlər. Çox sağ olun müəllimə, təşəkkürlər. Mən sizə Səs təşəkkür açdın, edirəm. Arif Mehdiyev. Yazılan müəllimə, Raminə müəllimə də deyəsən elə. Bəli, müəllimə, buyurun. Aha, əl. Müəllimə, siz mənə deyin, zəhmət olmasa, ümumiyyətlə iş formalarımız hansılardır, neçə yerə bölünür, hansı yaş qruplarında hansılar olur? Müəllimə, iş formalarımız, bir yaşa aid olan iş formalarımız fərdi, kollektiv yarım qruplarla, 3-6 yaşda olan iş formalarımız isə fərdi, cütlərlə, qruplarla və kollektiv. Ay, sağ olun. İndi fərdi iş formasının, qruplarla iş formasının, kollektivin, bir də digərinin açar sözlərini mənə deyin. Əsas nə idi və nəyə görə? Yaxşı müəllimə. Fərdi iş formasında uşaqlarda sərbəst fəaliyyət olur, özünə inamı olur. Müəllim uşaqların inkişaf dinamikasını izləyə bilir. Sonra kollektiv iş formasında isə bircə fəaliyyət olur, kollektivlik olur, ünsiyyət olur. Demək, müxtəlif ideyalar olur, çoxlu ideyalar olur. Burada həmçinin xaotik səs-küy olur. Cütlər iş formasında isə əsas açar söz bir-birinədir. Burada uşaqlar bir-birlərinin qarşısında öz məsuliyyətlərini dərk edirlər, bir-birinə kömək edirlər. Bir də kartlarda siz belə bir şey qeyd eləmişsiniz ki, uşaqlar cüt-cüt əyləşirsə demək olmaz ki, bu hər zaman cütlər iş formasıdır. Əgər uşaq cüt-cüt əyləşib eyni fəaliyyəti yerinə yetirirsə cütlər iş formasıdır. Xeyr, əgər cüt-cüt əyləşib fərqli fəaliyyətlər yerinə yetirirsə, bu fərdi iş formasıdır. Qruplar iş formasında isə uşaqlar müstəqil fikir söyləyirlər. Burada uşaqlarda lider olur, lideri uşaqlar özləri seçir. Lakin qrupun qaydaları isə tərbiyəçi müəllim deyir. Burada qruplar iş formasında uşaqlar 4-5 fərqli qruplara bölünür və problemin həllində uşaqlar əməkdaş olurlar. Eyni problemi uşaqlar işləyir, ümumiləşdirib fikir bildirirlər. Burada həmçinin ünsiyyət olur, müstəqil fikir bildirirlər uşaqlar. Belə müəllimə, qısa deyirəm də, uzun yox. Müəllimə, bəs iş qrupları neçə yerə bölünür, hansılardır? İş üsullarda həmçinin 1-3 yaş, 3-6 yaş olaraq 2 yerə bölünür. 1-3 yaşda istifadə olunan iş üsulları hərəkətli oyunlar, süjetli rollu oyunlar, bir də didaktik oyunlar. 3-6 yaşda istifadə olunan iş üsulları isə müzakirə, söz assosiasiyası, problem həll etmə, sonra suallar, nağıl etmə iş üsulu, əqli hücum, buna beyin həmləsi deyilir həmçinin. Nəql etmə məlumatın tərbiyəçidən uşağa ötürülməsidir, nəql etmə iş üsulu. Burada müəllim, burada verbal və qeyri-verbal və
illüstrasiyalarda istifadə edə bilər. Düzdür. Verbal, qeyri-verbal ifadələr olsun. Yaxşı müəllimə, bir də deyin mənə görüm siz. Nəql etmədən əlavə siz mənə deyəcəksiniz. Dedik ki, orada resurslar olmalıdır, texniki vəsaitlər olmalıdır, əyanilik olmalıdır, süjetli şəkillər olmalıdır. O heç. Yaxşı, problemli vəziyyət necə həyata keçirilir? Nə demişdim? Problemli vəziyyət də müəlliməm, həmçinin uşaqlar qruplara verilir, 4-5 nəfərlik qruplara. Burada problemi tərbiyəçi əvvəlcədən hazırlayır və o qruplar şəklində uşaqlar o problemin həll yollarını əməkdaş olaraq həll edib, ümumiləşdirib bir nəticəyə gəlirlər. Konkret bir nəticə əldə olunur. Düzdür. Bir də mənimə deyəcəksiniz mənə. Burada tapmaca ilə əqli güdümün fərqi nə idi? Tapmaca və əqli hücumda belə deyim də, müəllim, əqli hücum uşaqlarda sərbəst ideya olur. Müəllim uşaqların bütün ideyalarını, fikirlərini dinləyir və axırda konkret bir ümumi nəticəyə gəlir. Yəni fəaliyyət üstünləşdirir. Tapmacada isə konkret bir cavab olur. Burada məntiqi təfəkkür inkişaf edir. Burada ümumiyyətcə fəaliyyət gizlin olur. Müəllim fəaliyyətlə bağlı, yəni açar sözlər deyir, uşaqlar da fikirlərini bildirir, axırda ümumi nəticəyə gəlirlər. Hər ikisi də motivasiya mərhələsində istifadə olunur. Ay, sağ ol. Tapmaca da əqli güdümdür. Təşəkkürlər müəllimə, əla. Başa düşmədiyiniz bir şey varmı? Xeyr, çox sağ olun müəllimə. Əla. Xəyal Əlizadə. Testlərdə tam biləcəyik. Xəyal Əlizadə. Bəli, müəllimə, buyurun. Müəllimə, siz də mənə deyin, ümumi olaraq, məsələn, təlimin səmərəli təşkili üçün tərbiyəçi nələri bacarmalıdır, onu deyin. Təlimin səmərəli təşkili üçün tərbiyəçi uşaqlarla birgə fəaliyyət aparmalıdır, valideynlərlə əməkdaşlıq etməlidir, layihələrdə öz yoldaşlarla, valideynlərlə bölüşməlidir, uşaqların inkişafı üçün uşaqlara köməklik göstərməlidir, uşaqların inkişafının izlənməsinin sənədləşdirmə aparılmalıdır. Belə müəllimə, daha... Müəllimə, bəs fəal təlimin xüsusiyyətləri hansılardır? Müəllimə, fəal təlim interaktiv təlimdir. Burada müəllimlə uşaqların birgə əməkdaşlığı, birgə fəaliyyəti olmalıdır. Fəal təlimdə uşaqlar təlim prosesində fəal olurlar, idrakları inkişaf edir, müstəqil öyrənməyə can atırlar. Daha sonra fəal təlimdə tədqiqatçılıq bacarıqları inkişaf edir. Sonra tərbiyəçi bütün uşaqlara fərdi yanaşır, uşaqların inkişafı üçün çalışır. Yəni, belə başa düşmüşəm. Ay, sağ ol, düzdür. Yaxşı müəllimə, mənə deyəcəksiniz siz, cütlərlə işin xüsusiyyətləri hansılardır? Cütlərlə iş formasında uşaqlar bir-birinin qarşısında məsuliyyətlərini dərk edirlər. Uşaqlarda bir-birinə qarşı empatiya hissi formalaşır, bir-birini aktiv dinləmə bacarıqları formalaşır uşaqlarda və cütlərlə iş formasının bir mənfi xüsusiyyəti odur ki, uşaqların bir-birinə qarşı konflikti olsa, burada nəticə əldə etmək olmur. Düzdür, konflikt olarsa, həm də ki, ümumiyyətlə, zəif və güclü uşaqları çalışaq ki, bir yerdə otuzdurmayaq, amma bunu da deyə bilərəm ki, sizə məqsədə uyğun müəllim istədiyi formada otuzdura bilər. Məqsədə uyğun dəyişir. Eynisi, siz tapşırığa uyğun da, məsələn, bugün müəllim tapşırıq verir, zəif hissələrini zəif uşağa verir, güclü hissələrini güclü. Məsələn, burada artıq bölgü düzgün bölünməyəndə artıq uşaqlar arasında konflikt olur. Həmçinin eyni səviyyəli uşaqlar da bir yerdə otuzdura bilər. Yəni, məqsədə uyğun olaraq əslində dəyişir. Amma daha çox kurikulumda istifadə olunan eyni səviyyəli uşaqları bir yerdə otuzdurmaqdır. Belə, bir də deyəcəksiniz siz... Burada mənə, məsələn, var sensomotor oyunlar. Nələr idi? Sensomotor oyunları müəllimə əşyaların xüsusiyyətlərini elə bil öyrənir. Məsəl üçün su, qum bir yerə qatışdırır, onların xüsusiyyətlərini elə bil ki, toxunaraq, lamisə üzvləri ilə hiss edərək öyrənirlər də, duyğu üzvləri ilə hiss edərək bu sensomotor oyunlardır. Ay, sağ olun. Müəllimə, mənə bir də deyəcəksiniz siz, söz assosiasiyası nə olur?
Söz assosiasiyası müəllimə uşaqlarda elə bil ki, cəld sual-cavabda cəld cavab verməni təşkil eləyir. Burada müəllim mövzuya uyğun 4-5 suallardan istifadə edir. Düz deyirəm müəllimə, o idi yoxsa qarışdırdım? Aha. Baxın, bir də mənə deyinsiz, dramlaşdırma deyəndə necə həyata keçirilir dramlaşdırmış oyunlar? Müəllimə, dramlaşdırmış oyunlar bədii əsərlərin məzmununa daxil olur da. Elə bil ki, nağılları uşaqlara çatdırırsan, əsərin məzmununa daxil olub hansısa bir nağılı uşaqlara çatdırırsan da, öyrədirsən, bilirsən. Bu dramlaşdırılmışdı, amma yaradıcılıqda uşaqlar rollara girir də. Onlar rollara girir, elə bil yaradıcı oyunlarda uşaqlar 1-3 yaşda öz gözləri ilə görür, 3 yaşdan yuxarı başqasının gözü ilə görür, amma dramlaşdırılmışdı ki, bədii əsərlərin məzmununa daxil olub uşaqlara çatdırırsan belə. Ay, sağ olun. Bir də deyinsiz mənə. Deyə bilərəm ki, burada müəllimə, son olaraq bunu bildirin görüm. İş üsulları, iş formalarında meyl marağı nəzərə alaraq təlim keçirəmsə, tələbatları Müəllimə, uşaq yönümlü də o meyl marağı nəzərə alınır. tələb yönümlüdür. Amma ayrılıqda meyl maraq olmasa, iş üsulları ayrılıqda uşaq yönümlüdür. Meyl maraq olanda da uşaq yönümlü. Amma iş üsulu, iş forması bir yerdə tələb yönümlüdür. Təşəkkür edirəm. Oldu, çox sağ olun. Sağ olun. Pərvinə müəllimə Əliyeva. Pərvinə müəllimə. Salam müəllimə. Salam. Müəllimə, sizcə intihal təlimi xüsusiyyətləri hansılarıdır? Deməli, fəal təlim interaktiv təlim adlanır. Fəal təlimdə uşaqda əməkdaşlıq xüsusiyyətləri inkişaf edir. Sonra fəal təlim tərbiyəçi ilə uşağın birgə fəaliyyətidir. Sonra başqa belə müəllimə. Əsaslı əməkdaşlıq imkanıdır. Ən əsası əməkdaşlığın bir yerdə olması. Bəli. Yaxşı müəllimə. Bir də deyin görüm siz mənə. Deyirəm ki, burada oyunlar neçə yerə bölünür? Oyunlar özü 2 yerə bölünür. Yaradıcı oyunlar, qaydalı oyunlar. Yaradıcı oyunlar özləri də deməli 3 yerə bölünür. Sujetli rollu oyunlar, dramlaşdırılmış oyunlar və konstruktor oyunları. Yaradıcı oyunlar uşaqların özləri tərəfindən yaradılır. Sujetli rollu oyunlarda isə uşaq məsələn kimisə təqlid edir. Məsələn həkim oyunu, sonra sürücü oyunu kimi. Dramlaşdırılmış oyunlar isə hansısa bir əsəri canlandırmaq nəzərdə tutulur. Bu öyrədici və təlimləşdirici xüsusiyyət daşıyır. Konstruktor oyunları isə deməli kubik və legolardan hansısa bir deməli əşyanın yığılması, məsələn qarajın düzəldilməsi və s. nəzərdə tutulur. Qaydalı oyunlar özləri 2 yerə bölünür. Mütəhərrik oyunlar və didaktik oyunlar. Qaydalı oyunlar deməli yaşlılar tərəfindən uşaqlara çatdırılır. Bir növ burada qayda əsas rol oynayır. Mütəhərrik oyunlar isə hərəkətlik oyunlardır. Mütəhərrik oyunlarda hərəkətlik olduğuna görə biz ən çox fiziki mədəniyyət məşğələsində bu oyunlardan istifadə edirik. Didaktik oyunlar isə uşağın idrak fəaliyyəti ilə bağlıdır. Yəni burada uşağın deməli idrakını inkişaf etdirir. Məsələn, rəngləri fərqləndirir, qruplaşdırır, ayırır, ölçü və formasına görə ayırır. Sonra didaktik oyunların özləri də 3 yerə bölünür. Oyuncaqlarla oyun, stolüstü çap oyun və şifahi oyun. Oyuncaqlarla oyun deməli uşaqların oynadığı əşyaların
oynadıqları əşyalarla bağlıdır. Yəni uşaq oynadığı oyuncağın xassələrini bilir. Sonra stolüstü çap oyunlar isə stolüstü çap oyunlar Onun növlərini də deyərsiniz. Hissə, bütün. necə müəllimə? Sonra o hissələrə ayrılan oyuncaqlar haqqında da deyərsiniz. Bunları deyin. Aha. Stolüstü çap oyunlar isə bir növ əyanilik prinsipinə əsaslanır. Stolüstü çap oyunlarda məsələn bu ən çox böyük yaş qruplarında olur. Məsələn lotolar, dominolar misal göstərmək olar. Şifahi oyunlar isə deməli bir növ bu tapmaca tapmacaları nəzərdə tuturuq. Əsasən böyük və məktəbə hazırlıq qruplarında keçirilir. Ən çox deməli məsələn söz oyununu misal göstərə bilərik şifahi oyunlara. Bir də didaktik oyuncaqların özlərinin də növləri var. Hissələrə ayrılan oyuncaqlar, hissələrə ayrılan, bir də qurmaq üçün olan oyuncaqlar idi. Bir də stolüstü çap oyunlar. Səhv eləmirəmsə müəllimə bunlar idi. Stolüstü çap oyunlar, qurma, bir də hissələrə ayrılan. Düzdür. Müəllimə, bir də deyəcəksiniz siz mənə. İş formalarımızdan cütlərlə fərdinin fərqi. Müəllimə, deməli fərdi iş forması uşağın potensial inkişafını inkişaf etdirir. Onun zəif tərəflərini müəyyənləşdirir. Uşaqda müstəqil iş görmə qabiliyyətini inkişaf elətdirir. Sonra müstəqil iş görməsini inkişaf elətdirir. Bir də fərdi iş formasının mənfi xüsusiyyəti vaxt çatışmamazlığıdır. Bir də cütləri dediniz də. Cütlərlə iş formasında deməli uşaqlar problemin həllini birgə həll eləyirlər. Burada ən yaxın əməkdaşlıqdır. Ən yaxın əməkdaşlıqdır. Uşaqlar bir-birləri ilə ünsiyyətdə olurlar. Sonra mənfi cəhəti isə konfliktlərin yaranmasıdır. Müəllimə, Ayda müəllimə. Bəli. Müəllimə, üzrlü hesab edirsiniz. Ayrıla bilərəm. Üstündə sağ olun. Ayrılmaq üçün ayrıla bilərsiniz. Tərif göndərəcəm. Sual-cavab müəllimləri qalsın. Onsa 2 saata yaxındır gedirik. Ayrılmaq istəyən ayrılsın. 2 saat yarımdır keçirik dərsi. İnşallah Çox sağ olun. göndərəcəm kayıt. Sağ olun. Sağ olun. Aha. Kim qaldı? Fəridə yazılan müəllimə. Müəllimə, yox Pərdinə müəllimə daha doğrusu. Pərdinə müəllimə bir də mənə son olaraq bunu bildirin görüm. Problemli vəziyyət necə həyata keçirilir oyun olaraq? Problemli vəziyyət, yəni problemli vəziyyətdə burada ümumiləşdirmə, təhlil etmə vərdişləri inkişaf edir. Uşaq deməli əvvəlcə suallar hazırlanır, sonra isə 3-4 nəfərlik qruplara bölünür. Vərəqlər paylanılır. Bir də uşaqlar birlikdə müzakirə edirlər. Həlli yollarda onlar işi bitirdikdən sonra müzakirə aparırlar. Təşəkkür edirəm müəllimə, çox sağ olun. Səsatın Fidan Mahmudova. Müəllimə, Bəli. 2 dəqiqə olar. Mənim əlimdədir, mənim adım axıra düşdü də müəllimə. Bu addan sonra mən olmalıyam. Hansı müəllimə? Samcavdan İlgün Sadıqov yazılır sistemdə. Yaxşı müəllimə. Bu müəllimədən sonra sizə sual-cavab edəcəm. Müəllimə, vurğulayın siz mənə. Ümumiyyətlə hansı ki bizim iş üsullarımız, iş formalarımız hansılar? İş üsullarımız ümumiyyətlə bunlar fəal təlim üsullarına aiddir. İş üsulları deyəndə biz bura aiddir. Yox, birinci iş forması 1-3 yaşdır.